إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Allahdan qorxu, Allah Azze və Cəllənin rizasını qazanmağa, Allah Azze və Cəllənin cənnətini qazanmağa səbəbdir. Əziz qardaşlarım, əziz müsəlmanlar, bildiyiniz kimi biz əzəmətli günlərdəyik, hələ də bayram günlərində davam edirik və biz arxada böyük bir xeyir mövsümünü arxada qoyduq. Və biz o mövsümdə hansı xeyirləri, kim hansı xeyrini qazandısa, Rəbbinin huzurunda onun qarşılığını mütləq görəcəkdir. Əziz müsəlmanlar, Allah qatında ən xeyirli əməllərdən biri də insanın itayətlərdə davamlı olmasıdır. İstiqamə üzərində olmasıdır. İstiqamə, yəni itayətdə davamlı olmaq və ölənə qədər haqq üzərində sabit qalmaqdır. Və Allah Azze və Cəllə səndən bunu əmr istəyir. Və Allah Azze və Cəllə istiqamə əhlini, haqq üzərində davamlı olanları Quran-ı Kərimdə tərifləyir. İnnellezine qalu rabbunallahu thumma istaqamu تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون. Allah Azze və Cəllə buyurur ki, o kəslər ki, Rəbbimiz Allahdır deyib, sonra istiqamə üzərində olarlar, yəni itayətdə davamlı olarlar, ölənə qədər ibadətə davam edərlər. Onların üzərinə öldükləri zaman mələklər inər, nə deyər? Əllə təxafu və lə təhzənu. Onlara deyərlər ki, nə qorxmayın, nə hüzün çəkməyin. Və əbşiru bil cənnəti ləti kuntum tuadun. Sizə vəd olunan, sizi cənnətlə müjdələyirik. Sizə cənnət müjdəsi olsun. Baxın, bu ayədə Allah Azze və Cəllə deməli ki, o insanlar ki, Rəbbimiz Allahdır deyib bir ay namaz qılarlar, Ramazan oruç tutarlar, Zilhiccənin 10 gününü ibadətdə keçirərlər. Yalnız bir vaxtı təyin etmədi, istiqamə olarlar, istiqamə üzərində olarlar, yəni itayətdə davamlı olarlar. Ölənə qədər itayətdə davam edərlər. Allah Azze və Cəllə bu şərti qoşdu. Əgər Rəbbinin huzurunda mələklərin səni müjdələməsini istəyirsənsə, haqq üzərində davamlı olmağı seçməlisən. O yüzden Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَعْبُدْ رَبَّكَ حَتَّى تَعِيَّتِكَ الْيَقِينَ. Rəbbinə, sənə ölüm gələnə qədər Rəbbinə ibadət et. Həsən el-Basri rahimehullah buyurur ki, Allah Azze və Cəllə ona ibadət üçün tək əcəl, bitən vaxt ölümü təyin etmişdir. Yəni insan ölüm ona gələn ana qədər Rəbbinə ibadət etməlidir. Nə qədər ki Rəbbinin nemətləri sənə davam edir, sən də Rəbbinə ibadət etməlisən. Nə qədər ki ruhun bədənindədir, nəfəs alıb verirsənsə, sən Rəbbinə ibadətdə davamlı olmalısan. Haqq üzərində istiqaməli olmalısan. وَاسْتَقِمْ كَمَا أُمِرْتِ. Sənə necə əmr olundusa, o şəkildə istiqamət, doğru yolda ol. Sənə əmr olunan nədir? Allah Azze və Cəlləyə davamlı ibadət etməkdir. Müəyyən mövsümlərdə ibadət edib, ilin qalan vaxtları qafil olmaq deyil, bu qafillərin yoludur. Və bil ki, bu mövsüm vaxtlarında, xeyirli günlərdə etdiyin əməllərin qəbul olmasının ən böyük əlaməti də insanın o mövsümlərdən sonra xeyir əməllər işləməsidir. Necə ki, Həsən Sələfilər buyurardılar ki, bir əməlin qəbulunun əlaməti o əməldən sonra ikinci yaxşı əməli etməkdir. Yəni insan həsənədən sonra, bir həsənətdən sonra başqa bir həsənət etməsi birinci həsənətinin, birinci yaxşılığının qəbulu deməkdir. Ona görə insan xeyirli əməllərdə davamlı olmalıdır ki, onun itayətlərinin qəbul olunmasına səbəb olsun. Və Allah Azze və Cəllədən də, Rabbindən də daima bunu istəsin. Əli radiyallahu anh buyurur ki,
Mən sizə əməl etməkdən çox, əməlləriniz ki, sizə tövsiyə edirəm ki, əməli etməkdən çox etdiyiniz əməllərin qəbul olmasına rəğbət göstərin, ona həris olun. Yəni, əməli etdimmi? Elhamdülillah, artıq əməli etdim, orucu tutdum, namazı qıldım, qurbanımı kəsdim, elhamdülillah, qəbuldur, xeyr. Əməldən sonra Rəbbinə dua et ki, o əməli səndən qəbul etsin. Allah Azə və Cəllədən istə və əməlin qəbul olmasına həris ol. Baxın, əsl istiqamə əhli bunlardır. O insanlar ki, birinci əməl etməyə həris olarlar, əməl etməyə çalışarlar, əməl etdikdən sonra da əməlin qəbul olması üçün çalışarlar ki, o əməl qəbul olsun. O əməlin qəbul olma yollarından biri də, əziz müsəlmanlar, nədir? İnsanın əməldən sonra başqa xeyir əməllər işləməsidir. O əməldən sonra başqa xeyir əməllər işləməsi onun əməlinin qəbul olmasına işarətdir. Və insanın istiqamə üzərində, haqq üzərində sabit qalmasının bir neçə səbəbləri var. O səbəblərdən ən birincisi ixlaslı olmaqdır. Əməli Allah üçün etməsidir, insanlara göstəriş üçün etməməsidir. Çünki normalda ixlas əhli olmazsa insan, riya əhli olarsa, mövsümdə insanlar toplaşdığı zaman o da insanlarla bərabər toplaşar. İnsanlar dağıldıqda o da Rəbbinin itayətindən qırılar. Amma ixlas əhli həmişə Rəbbinə ibadət etməyə davam edir. İnsanlar etsə də, etməsə də. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Onlara əmr olunan oldu ki, yalnız dini ixlasla Allaha edib, yalnız Allaha ibadət etsinlər. وَيُقِيمُ الصَّلَاةِ وَيُؤْتُ الزَّكَاةِ. Namaz qılıb, zəkat versinlər. Və deməli, Allah Azə və Cəllə əgər sən Allaha ixlaslı olarsansa, sən bilsən ki, Rəbbin səni müraqibə edir, sən Rəbbinin nəzarətindəsən və sən əməlini doğrudan da Allah üçün edirsənsə, sənin üçün fərq etməyir. Mövsümdə də, ibadət mövsümlərində də, başqa mövsümlərdə də sən salih əməllərə davam edəcəksən. Amma insanın niyyətində riya olarsa, göstəri olarsa, insanların rizasını axtarma olarsa, o insanlar toplaşdığı zaman toplaşar, insanlar uzaqlaşdığı zaman uzaqlaşar. Və bəzən olur ki, bəziləri Allah qorusun, mövsüm bitdikdən sonra baxırsan ki, namazlara səhlənkarlıq başlayır, Quran oxumaqdan Quranı tərk edir, baxırsan ki, nafilə oruçları tərk edir, sədəqələri tərk edir. Səni o mövsümlərdə, xeyir mövsümlərində görən Rəbbin, səni o xeyir mövsümlərində ruziləndirən Rəbbin həmişə səni ruziləndirir, həmişə səni görür, sənə həmişə neymətləri verir. Elə isə sən də ona ibadətlərdə davamlı ol. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Əhabbul ə'məl ilallah ədvəmuhə və inqallə. Allaha ən sevimli əməllər az olsa belə davamlı olanlardır. Yəni, əməl az olsa belə davamlı olarsa, çox olub, dardı gəlməyən əməldən o əməl daha xeyirlidir. Yəni, iki insanın əməli var, biri az bir əməl edir, amma daimi edir. Məsələn, gecə namazını deyək ki, az bir şəkildə qılır. Məsələn, vitrdən əlavə 2 rükət qılır. Başqası isə 11 rükəti qılır, lakin bir gecə qılır, 5 gecə qılmır. O, az olub davamlı olanın əməli Allaha daha sevimlidir. Niyə? Çünki onun əməlində davamlılıq var. Eləcə də digər əməllərdə, mövsümlərdə, məsələn, Ramazanda, Zilhiccənin 10 günündə sədəqələri çoxaldan, nafilə sədəqələr verən, lakin ilin digər vaxtlarında sədəqə qapısını bağlayan, bundansa az etsin, il ərzində etməsi insanın, həmişə etməsi onun üçün daha xeyirlidir. Ona görə insan çalışmalıdır, ya xeyir əməllərdə davam etsin. Həmçinin, əziz müsəlmanlar, istiqaməyə müvəffəq olmağın yollarından biri də, əziz müsəlmanlar, namazları qorumaqdır. Allah Azə və Cəllə buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ. Onlardan sonra bir toplum gəldi ki, namazı zayi edib şəhvətlərə tabi oldular. فَسَوْفَ يَلْقَوْنَ غَيَّ. Onlar cəhənnəmə atılacaqlar. Yəni, deməli, namaza zayi etmək və şəhvətlərə tabi olmaqla bərabər Allah Azə və Cəllənin zikr etməsi xəbər verir ki, bu da nədir? İnsanın istiqamədən sapmasıdır və insan namazlarını qorumalıdır. Və namaz ən xeyirli əməldir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, جُعِلَتْ قُرَّةِ عَيْنِي فِي الصَّلَاةِ. Gözümün nuru namazda edildi. Rasulullah sallallahu aleyhi və səlləm namazı gözünün nuru adlandırdı və bu əzəmətli ibadəti qoru, bu əzəmətli ibadəti ən gözəl şəkildə yerinə yetir. Çünki qiyamət günü bil ki, səndən ən birinci soruşulan əməl namaz olacaq. Rəbbin bütün əməllərindən öncə səndən namazını soruşacaqdır. Əziz müsəlmanlar, həmçinin insanın istiqamədə, haqq üzərində qalma səbəblərindən biri
insanın daima Allah Azze ve Celle'nin kitabını oxumasıdır. Allah Azze ve Celle'nin kəlamını oxuyub, onu tədəbbür etməsidir. Əfələ yetədəbbərunəl Qur'anə əmmə alə qulubin əqfəluhə. Onlar Qur'anı tədəbbür etməzlərmi, düşünməzlərmi, yoxsa qəlblərində möhür mü var? Baxın, əziz müsəlmanlar, o elə bir kitabdır ki, aramızda, məxluqat arasında tək məxluq olmayan Allah Azze ve Celle'nin kəlamıdır. İnnə həzəl Qur'anə yəhdi lilləti hiyyə əqvəm. Həqiqətən bu Qur'an ən güclü olana, ən doğru olana hidayət edəndir. Allah Azze ve Celle xəbər verir ki, o hidayətdir, o nurdur. Osman ibn Affan radiyallahu anh buyurur ki, əgər qəlbləriniz pak olsaydı, qəlbləriniz heç zaman Allahın kəlamını oxumaqdan doymazdı. Və Allah Azze ve Celle'nin kəlamına üz çevirək, onun kəlamına bağlanaq, onu oxuyaq, tədəbbür edək, əzbərləyək. Bilmək lazımdır ki, qurtuluş yolu, nicat yolu odur. Rasulullah sallallahu aleyhi ve sellem necə ki hədisində buyurur ki, sizə iki əmanət buraxıram. Onlardan ən birincisi Allahın kəlamıdır deyir. Ona sarılın deyir. Rasulullah sallallahu aleyhi ve sellemin tövsiyəsidir. Allah Azze ve Celle'nin kəlamına sarılmaq, onu öyrənmək, onu oxumaq, onu tədəbbür etmək. Həmçinin əziz müsəlmanlar, istiqamə üzərində sabit qalma yollarından biri də, əziz qardaşlar, insanın salih insanlarla oturub durmasıdır. Xeyr əhli ilə oturub durmasıdır. Salih insanlarla yoldaşlıq etməsidir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Əl-mər'u alə dini xəlili, kişi dostunun dinindədir. Fəlyanzur əhədukum mən yuxalilu. Sizdən birisi baxsın, kiminlə dostluq edir. Əgər sən salih insanlarla, xeyr əhli ilə yoldaşlıq edəcəksənsə, istiqamə əhli ilə yoldaşlıq edəcəksənsə, sən də istiqamə əhlindən olacaqsan. Yox, əgər onlardan uzaqlaşacaqsansa, onlarla olmayacaqsansa, o zaman bil ki, o istiqamənin səndən getməsi an məsələsidir. Sənin haqq üzərindən azman an məsələsidir. Ona görə şəriətimiz nəyi əmr edir? Cəmaatda olmağı, birlikdə olmağı əmr edir. Gündə 5 vaxt cəmaat namazını kişilərə vacib edir. 5 vaxt cəmaat namazına gəlməyi əmr edir. Həftədə bir dəfə cümə namazına gəlməyi əmr edir. Bayram namazları bərabər əda etməyi əmr edir. Həmçinin Ramazanda təravih namazları cəmaatla qılmağı buyurmuşdur. Daha böyük toplum, həcc toplumunu hər kəsin eyni vaxtda həcc etməsini əmr edir. Nə üçün? İnsanların bir arada olması, insanların digər müsəlman qardaşlarını görməsi, onlarla ibrət alaraq imanının daha da artması, haqq üzərində sabit olmasına səbəb olur. Və insan gərək bu səbəbləri öyrənə və bu və digər səbəbləri öyrənə və istiqamə üzərində, haqq üzərində davamlı ola. Aqulu həzəl qavl və əstəğfirullah li və ləkum min kulli zəmb fəstəğfiruh innəhu vəl-ğafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Vardallahumma an khulafai raşidin. Ebu Bekir ve Umar ve Osman ve Ali ve ensari ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsan ila yevmiddin. Ve ba'd. Əziz müsəlmanlar, necə ki, dinimiz bizə istiqamədə, haqq üzərində olmağı əmr edir, eyni zamanda onun əksini də qadağan etmişdir. Yəni, insanın haqqa gəldikdən sonra oradan azmasından səni çəkindirir. O yüzden bunun üçün insanın ən birinci tutacağı yol dua etməkdir. Allah Azze ve Celle'den sabitliği istemesidir. Rasulullah sallallahu aleyhi ve sellem daima dua ederdi. Allahümme səbbit qalbi alə dinik. Ey Allah'ım, mənim qəlbimi öz dinində sabit et. Rasulullah sallallahu aleyhi ve sellem sahabələrə deyir ki, ya Rasulallah, Allah səni vəhy ilə gücləndirdiyi halda, sənə vəhy nazil etdiyi halda necə olur ki, sən belə bir dua edirsən? Yəni, insanın azması mümkündürmü? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəli, çünki qəlblər Rahmanın iki barmağı arasındadır, istədiyi kimi dəyişdirər. Yəni, bəzi dualarında deyər ki, Allahümmə, ya muqallibəl qulub, ey qəlbləri dəyişdirən Allahım, səbbit qalbi alə dinik, mənim qəlbimi öz dinində sabit et. Və insan Allah Azze ve Celle'den sabitlik istəməlidir. Çünki
İnsanın salih əməllərdən sonra günahları işləməsi, günahlara dönməsi, qəflətə düşməsi, xeyir mövsümlərindən sonra günahları artırması bilirsinizmi nəyin əlamətidir? Onun əməlinin qəbul olmamasının əlamətidir. Demək ki, onun əməli etdiyi o itayətlər qəbul deyil. Salih əməllərdən sonra günahlar işləmək onun əməlinin rədd olunmasına bir işarətdir. Həmçinin əziz müsəlmanlar, sələflər deyərdilər ki, günahın cəzası günahdan sonra başqa günah etməkdir. Necə ki, bir savabın mükafatı o savabdan sonra başqa savab işləmək olduğu kimi. Ona görə də insan günahlar edərsə, günahlardan tövbə etsin və günahlar üzərində kiçik olsa belə israrlı olmasın. Necə ki, sələflər buyurardılar ki, sən günahın kiçikliyinə baxma, sən o günahı kimə qarşı edirsənsə, onun böyüklüyünə bax, Allah Azə və Cəllənin əzəmətinə bax. Həmçinin deyərdilər ki, bil ki, böyük dağlar da kiçik daşlardan əmələ gəlib. Yəni günahlar, o kiçik günahlar böyüyür və böyüyür, böyük dağlar əmələ gətirir. Və o günahlar insanın qəlbinə bir nöqtə kimi, qara nöqtə kimi düşər və insan tövbə etməzsə, tövbə ilə onu qəlbindən təmizləməzsə, o nöqtələr böyüyər və qəlbi daşlaşdırar, qəlbi sərtləşdirər. Ondan sonra o qəlbə heç nəyin faydası olmaz. Ona görə, əziz qardaşlarım, tövbə edin, günahlara tövbə edin və mövsümlərdən sonra, xeyir mövsümlərindən sonra itayətlərdə davamlı olun. Qəflətə düşənlərdən olmayın. Bəzi insanlar var, elə bil ki, xeyir mövsümünün bitməyini gözləyir. Günahlar qapısına elə həris olur. Günahlara tərəf addımlayır. Haramlara baxmaq, haramları dinləmək və buna həris olur. Və yaxud haram yemək. Elə bilir ki, bir dənə insan bu günahları bir Ramazanda etməyə bilər, bir də Zilhiccədə etmir, qalan hər vaxt edə bilər. Xeyr, sən günahlardan hər zaman çəkinməlisən. Rəbbinin sənə yasaq etdiyi əməllərdən hər zaman uzaq durmalısan. Əgər haqq üzərində sabit qalmaq istəyirsənsə, Allahın sənə haram etdiklərindən uzaq dur. Allah Azə və Cəllədən istəyirəm ki, Allah Azə və Cəllə bizləri haqq üzərində sabit eyləsin. Allah Azə və Cəllədən istəyirəm ki, Allah Azə və Cəllə bizləri hidayətə gəldikdən sonra azmaqdan qorusun. Allah Azə və Cəllə bizlərin imanını artırsın. Allah Azə və Cəllə istəyirəm ki, Allah Azə və Cəllə günahlarımızı əfv eyləsin. Allah Azə və Cəllə istəyirəm ki, bizi haqqı ilə tövbə edənlərdən eyləsin. Allah Azə və Cəllə istəyirəm ki, millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə də iman nuru bəxş eyləsin. Allah Azə və Cəllə istəyirəm ki, xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eyləsin. Allah Azə və Cəllə istəyirəm ki, Allah Azə və Cəllə dəvətimizə bərəkət versin. Allah Azə və Cəllə öz nurunu yaymağı, onun dinini yaymağı bizlərə nəsib eyləsin. İnna Allah ya'muru bil adli vel ihsani ve itazil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tezekkerun. Fazkurullaha yezkurukum ve eşkuruhu ala ni'amihi yazidkum ve le zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.